Hamınızı salamlar dostlar. Mən Qasım Hüseyn. Bu illər sizlərlə birlikdə Hüseyn kariyerin 3-cü bölümü ilə qarşınızdayım. Uşaqlar, axırıncı bölümdə Beşiktaş və Samsunspora qarşı oynamışdıq və 2 dənə oyunda ikisində də maçın ən yaxşı adamlarından biri seçilmişdik. Daha doğrusu Beşiktaşla oyunda maçın adamı, Samsunspor ilə oyunda isə maçın ən yaxşı ikinci reytinqlə ikinci oyunçu seçilmişdik. Bu illərdə sizlərlə birlikdə 2 oyun keçirdəcəyik. Bunlardan biri də Qalatasaraydır. İlk ən böyük oyunlarımızdan biri olan Beşiktaşı saymasaq, əsas 11-də ən böyük ilk oyunumuzdur bu. Qalatasaraya qarşı. O zaman sözü çox uzatmayaq, ilk oyunumuza keçək. Uşaqlar, belə videoların davamını gəlmək istəyirsinizsə və yaxud da ifsi videolarını izləmək istəyirsinizsə, kanalıma abunə olub, videolara da like atmağı unutmayın. Sağ olun, sizi çox sevirəm. Sağ olun, neydi ola? Əgər bunları etdiysənizsə sağ olun. Etmədiysənizsə də canlı sağ olsun. Sağ olun, izləyirsiniz. O zaman keçək maça. Galatasaray Kayserispor maçımıza. Liqada biz ikinciyik. Onlar da üçüncüdülər. Eyni xaldayıq. Biz qara mı geyinək, ağ mı geyinək? Daha doğrusu qara, qırmızı. Qırmızı geyinək, onlar ağ geyinsinlər. Əsas heyətdəyik. Sağ santrfordayıq. Qapıda Onurcan PD, müdafiə Jung Densville, Burak Kapadyak sağ bekdə, sol bekdə Ali Yaşar, sağ orta sahada Carlos Mane, sol orta sahada Ali Karimli, 2 yarım müdafiəçi Lazio Beneş, Riyav Akaç, hücumçular isə İndrit, Tutsi və Hüseyin. İkinci mi olacaq? İkinci kanal ilə çıxmışıq. Niyə? Qapıda Deniz Dönməzər olmalıydı. Müdafiədə Arif Kocaman məncə oynamalıydı, mənim fikrimcə. Santrforda ya Kristo, ya bir dəqiqə, yara düşürsən, ya Opoku belə olmalıydı. Və yaxud da Onoka. Onoka da yaxşıdır. O zaman keçək maçımıza. Elə bu maçda, elə baxın bu ekranda görə Galatasaray nətər oynayır. Qapıda Uğurcan, solda İsmail Yakov, sağda Eyrəm, müdafiə ikisi Davidson və Kanlayhan. Bunları gördüm sadəcə. Və oyun başladı. Uğurlar arzulayırıq Kayserispora. Və özümüzə indi Hüseyin pressing eləyərək topu rəqibdən rəqibə savruldu. Hüseyin top istəyir. Hüseyinə gələn top Hüseyin sol tərəfə doğru gəlib sağ tərəfdən. Hüseyin. Lucas Torreira. İndi öz mövqeyinə doğru Hüseyin yavaş-yavaş keçir. Lucas Mauro Icardi. İcazə vermir ona, lakin yine Icardi devam edir. Barış çərilədi, uzaqlaşdırırıq. Topa daha yaxında eləyəməli. Carlos Mane pressing elə. Uzaqlaşdırmağı bacarırıq. Lakin yine gələcəkdilər. Bu səfər Beneş icazə vermir. Hüseyin oturur. Hüseyin. Qarşısında Kanlayan var. Hüseyin Kanlayanı keçənmədi. Yine Hüseyindədir top. Hüseyin ötürməsini vermədi Carlos Mane'yə. Hüseyin daxil oldu cərimə meydançasına. Hüseyin boynu çox bərbad zərbə indirdi. Zarafatı çox yaxşı gəldi bura qədər. Lakin sağ ayaqla vurduğumuz üçün, daha doğrusu sağ ayaqla vurduq. Lakin o mövqedə sağ ayaqla Trivella vurmaq lazımdır. Trivella da yəni hər adam bacarmır. Bunlardan biri də Hüseyindir. Hüseyin ötürməsi Carlos Mane. O da qaytardı Hüseyin. Yenidən Carlos Mane. İkili dayanmadan paslaşır. Hüseyin qaçan Carlos Mane'ni gördü. Ona doğru ötürmə. Carlos Mane. Hüseyin yenidən top istəyir Carlos Mane'dən. Çünki orada çıxmaz vəziyyətdir. Carlos Mane içərilədi. Zərbə bayrağı. Zərbə. Daha doğrusu o ikincidən zərbə. Hüseyin top istəyir. Hüseyin top istəyir burada. Kanal yavaş Ali Karimlidir.
Ona vermir. Ali Kerimli içərilədi. Heç kim yoxdur içəridə. Qaydan top Carlos Mane'də. Carlos Mane! Carlos Mane vurur. Galatasaray'a qarşı 1-0 öne keçirir. Carlos Mane akıl hocamız. Carlos Mane. Möhtəşəm zərbə, möhtəşəm gol. Burada Ali Kerimli yaxşı bizə vermədi. Kandan qaydan top. Beleş verdi. Carlos Mane çok güzel bir plase denedi ve Uğurcan Çakır bunu seyv eləyənmədi. 1-0. Bir tane de indi biz ataq. İndi top Abdülkerim bardakçıdadır. Hüseyin pressing elədi, qapdı topu. Hüseyin karşısında 6 nəfər var. 6'ya 1 idi Hüseyin. Hüseyin'den sağ tərəfə Tutsi'yə doğru ötürmə düşüncəsi lakin Tutsi orada değildi. Hüseyin pressing eləyir. Abdülkerim və Abdülkerim nə deyə Murat? Kaan Ayhan və Davidson Sanchez'in üzərinə. Bırakmır Hüseyin onları. İsmail Yakobs Ali Kerimli götürdü topu. Hüseyin top istirdi, topu götürdü. Lakin bir dəqiqə. Hüseyin'dən mi çıxdı, Davidson'dan mı çıxdı? Davidson'dan çıxdı top. Məncə Hüseyin toxunmadı topa. Hüseyin top istirdi, Hüseyin topu götürəmədi. Kaan Ayhan kəllə ilə topu uzaqlaşdırmağı bacardı. Mauro Icardi. İçərilədi Barış Alper. Oy oy oy, bu biraz pis oldu Barış Alper. Haydi Onurcan Piri. Barış Alper bayrağı vurdu. Təhlükəli gəldi Barışlı. Onurcan. Götürmə. Mauro Icardi icazə vermir. Burada top rəqibdə qaldı. Hüseyin pressing eləyir. Press eləyirlər çünki Galatasaray da bu pressdən çıxmağı bacarır. İndi Victor Osimhen. Victor Osimhen. Barış. Birbaşa zərbə müdafiəmiz. Ali Yaşar topu çıxardır. İndi Tutsi. Ali Kerimli. Ötürmə Tutsi. Hüseyin top istəyir. Tutsi'den Hüseyin'e doğru möhtəşəm ötürmə. Hüseyin top götürdü. Hüseyin itirdi topu orada. Davidson Sanchez geldi. Hüseyin'e biraz tokundu. Daha doğrusu Hüseyin'e tokundu ya, topa tokunmadı. Victor Osimhen kontratak başlamaz. Densville uzaqlaşdırır. Barış lakin atak devam edir. Barış içərilədi. Uzaqlaşdırırıq əla. Bravo komanda. Leroy Sané güclən zərbəni yerinə yetirəcək. Leroy Sané yerinə yetirdi. Densville uzaqlaşdırdı. İndi top beleşdə qalmadı. Eren Elmalıdadır. Eren Elmalı. Leroy Sané uzaqlaşdırır. İndi Carlos Mane'dədir. Hüseyin qaçır. Hüseyin'e doğru ötürmə Carlos Mane'dən. Hüseyin Tutsi'ye doğru ötürmə. Tutsi Hüseyin'e qaytardı lakin Tutsi offside'daydı. Offside'da olmasaydı Hüseyin təmiz oradan içəri girib gol vuracaqdı. Carlos Mane'den Hüseyin top sildi. Carlos Mane Hüseyin'in offside'da olduğunu gördü. İndi Beleş Hüseyin'i görməyə düşündü, olmadı. Lucas Torreira. Bardakçı. Topu itirdi. Yavakaç aldı topu. Yavakaç niye eləyirsən dostum? Oradan birbaşa qapıya zərbə mi vururlar? Heç nə olmaz, 1-0 vuruduruq. Yavakaç topu götürməyə çalışdı. Lakin Osimhen icazə vermədi. Mauro Icardi. Barış. Cəlal icazəsində bırakmıyor uşaqlar. Haydi Densville. Osimhen. Çok güzel gol vurdu Osimhen. Təəssüf ki, lakin çok güzel idi. Barış ötürdü. Osimhen burada Densville keçdi. Və möhtəşəm gol. Haydi Hüseyin cavab ver bunlara.
Hüseyin sağdan depar atma seçti. Carlos Mane'de de top Hüseyin depar attı. Carlos Mane'de Hüseyin'i gördü bu sefer. Hüseyin içeride Tutsi'ye doğru oturma. Tutsi! Bayram. Tutsi de vuran. Tutsi'ye doğru muhteşem ötürmə idi ama Tutsi değerlendiremedi. Tutsi'ye doğru muhteşem ötürmə. Tutsi Uğurcan. Burada Tutsi yerine sözsüz Opako olsaydı sözsüz goluydu. Çok muazzam gördü Opako Tutsi'ni. Keçdi rəqibini. Uğurcan neler eləyir. Çox təhlükəli vəziyyət yarattı. Keçdi. Zərbə. Uğurcan Çakır icazə vermədi qola. İçeride top istəyir. Vurdu. Bayrağı vurdu. Bakın. Biraz içeri doğru gelseydi, daha doğrusu içeri doğru vursaydı Hüseyin, çerçeveye doğru düşseydi bu zərbə 2-1 olacaktı hesap. Burada Hüseyin'i yıkılttılar, zərbə. Təmiz zərbə özdə. İndi Tutsi'ye doğru oturma. Tutsi ne inirsən sən? Atakları öldürdü Tutsi. Orada mənə bıraksaydı Hüseyin möhtəşəm bir gol vurardı o Hüseyinlə. Haydi uşaqlar. Bak bu bəyalar Carlos Mane'de olduğu kimi Hüseyin yine depar atır. Yine Carlos Mane'de Hüseyin. Carlos Mane Hüseyin'e oturdu. Hüseyin bir başa zərbə edəcəsə doğru. Lakin bu sefer Davidson Sanchez uzaklaştırmaya bacardı. Yavakaç. Hüseyin. Geçti oraları vurdu ve gol. Hüseyin Kasımov. 2-1. Muhteşem bir gol. Yeni saç stiliyle. Bu arada saçlarını qıxdırdım. Hüseyin muhteşem keçdi ikisini de. Çok muazzam bir gol. Belki de kariyerasının en yaxşı gollarından birini vurdu. Hüseyin. Muhteşem bir zərbə. Muhteşem bir gol. Oy. Bakın buranı screenshot eləyəcəm. Buranı screenshot eləyək Brad. Buradan çok güzel bir kapak fotoğrafı düzəldə bilər. Kardeş. Çok güzel kapak fotoğrafı çıxar buradan. Möhtəşəm goluydu zarafatsız 2-1. 2-1. Möhtəşəm bir gol. Hüseyin pres elədi, topu aldı Hüseyin uzaqlardan zərbə Uğurcan Çakır bu sefer düz qucağına düşdü. İş ise başlar başlamaz. Galatasaray neye uğradıklarını şok oldular. 2-1. İndi top barışdadır. Lucas Torreira'ya geldi. Hüseyin Presel'in gelir. İndi topu kazandı. Hüseyin qaçır sol taraftan. Hüseyin'e can oturma. Hüseyin topu kontrol elədi. Qarşıda dostunu gördü ve onu ötürməsi. Kanalda yoldaşı neler eləyəcək. Hüseyin arkadan top istəyir. Hüseyin'e gelmedi bu ötürmə Hüseyin'e. Bu nedir kanalda yoldaşı Hüseyin'in? İndi Carlos Mane orada Tutsi'ye doğru oturma. Tutsi. Elə bayaqçı kanalda yoldaşı deyil. Tutsi deyil ha. Tutsi ne eləyirsən Brad? Tutsi acilen oyundan dəyişdirmək lazımdır. O Poku girsin. Hüseyinlə yaxşı anlaşan bir Opoku.
Hüseyin. Kontrol. Hüseyin sol ayak. Lakin bu sefer zayıf kaldı zərbə. Niye? Çünki sol ayaqla vurdu. Uğurcan. Castore, Mauro Icardi bu. Uzaqlardan zərbə. Daşaysan Densville. İndi top Barışda qalır. Onun qarşısına kəsməyə lazımdır Ali Yaşar. Osimhen'e icazə verməyə lazımsınız. İndi Hüseyin depar atacaq. Atmadan Carlos Mane ona doğru oturma verdi. Hüseyin qarşısında Eren'i görür. Onu keçməyə bazarı sürəti ilə. Hüseyin içərlədi. Uzaqlardan zərbə. Top çıxardır Kaan. Hüseyin oradan yedi yanılıb. Hüseyin top istəyir. Lakin bu sefer Hüseyin'de qalmır top. Oranı bağlayırıq. Məhdəşəm siz bir dəqiqə ötürmə. Carlos Mane ötürmə. Burada cərimə var idi. Carlos Mane ilə Eren Elmalı. İndi Tucci götürdü topu. Tucci değil bu. Beneş'ti. Beneş ötürdü. Hüseyin Uğurcan. Son anda Uğurcan çakır. Uğurcan bu günlər Hüseyin'in zərbələrini dəf etməyi ustalıqla bacarır. Topu götürürük. Yabakaç verdi. Hüseyin bıraktı Beneş'e. Beneş sağ tarafa doğru. Hüseyin indirdi topu. Yabakaç'ta qalmır top. Yabakaç. Pressing eləyib almaq lazımdır onlardan topu bu dəqiqələrdə. 71-ci dəqiqəyə girir. 2-1 üstünlük. Offside var. Hüseyin oyundan əvəz oluna bilər. Victor Osimhen. Abi bir dəqiqə qapıçımız niyə o qədər çıxmışdı? Əvəz olmalar baş verir. Və bəli 17 nömrə Hüseyin çıxır. Kriston'un əvəzinə girir. Hüseyin bu yön möhtəşəm bir gol vurdu. Möhtəşəm anlar yaşatdı Kayserispor. Eğer burada bir dəqiqə baxın. Carlos Mane'nin ötürməsini Lazio Beneş vermişti. Bize ötürməni heç kim verməmişdi. Hüseyin ikisini də möhtəşəm Eren Elmalı ilə Davinson Sanchez'i möhtəşəm şəkildə keçirərək muazzam bir gol vurdu. Lakin eğer burada biraz haksızlığı var. Hüseyin yorulmuştu. Ben aşağıda gördüm. Bu et. Lakin Tutti Hüseyin'den daha pis oynuyordu. Ama Tutti hala oyundadır. Eğer gol bıraksaq 2-2 olsa çok pis olacaq. Barış. Yaxşı ki bayrağı. Barış əlasan Barış. Möhtəşəm. Bax belə oyna. İndi Gabriel Sara Leroy Sané dəyişikliyi Galatasaray'dan. Jun götürmə. Top alırıq. Carlos Mane arkaya dönməyi seçdi. Burak kapacaq. Burak. Bu günlər bizə möhtəşəm ötürmələr verirdi. Lakin Uğurcan çıxdı aldı. Uğurcan möhtəşəm oynayır. Osimhen, Mauro Icardi icazə vermir ona. Ali Yaşar, Cristo, Yabakaç, Lazio Beneş, Ali Karimli, yani onu səhv deyirəm abını. Densville, Gabriel Sara, Lassan Densville, Lucas Torreira, Mauro Icardi icazə vermir ona. Burak Lassan. Ali Karimli, Indrit Tuti, Yabakaç, Ali Karimli, Tuti bayrağı. Bak burada Tuti'nin yerine biz olsaydık çoktan vurmuştuk. Tuti'yi kaçırttı Tuti. Boş kapıydı yani sağ taraf tamamıyla boşuydu. Bu zərbəni kaçırttı. Tuti ne eylədiysən? Böyük səhv. Indrit Tuti. Ramazan. Daxil oldu oyuna. İndi Mauro Icardi. Ne olar? Son dəqiqədir. Gabriel Sara bayrağı.
Əla. Əla. Onurcan Piri. Və oyun bitdi. 2-1 qazanırıq. 47-ci dəqiqədə Hüseynin və 15-ci dəqiqədə Carlos Marin'in vurduğu muazzam qollarla oyunun qalibi bizik. 2-1. 2-1 Qalatasaray'da duruq. Beşiktaş'ı tutduğumuz kimi. Beşiktaş'a qarşı oyunda 7 vericili oynayaraq maçın adamı olduğumuz kimi indi də Kayserispor'la Galatasaray'a qarşı 8 nöqtə oynadıq və takımımıza gerçəkdən maçı kazandıra biləcəyimizi qanıtladıq deyir. Maçın dəyərləndirənlər Carlos Marin'də məncə möhtəşəm bir paslar verdi mənə, möhtəşəm gol vurdu. Rəqibdən Osimhen yaxşıydı. Lakin maçın adamı biz idik. Biz hak edirdik bunu. Indrit Tuti gələk. Indrit Tuti çox bərbad oynadı bu oyun. 8 nöqtə oynayırdı. Yəqin ki Hüseyin Avropanın nəzərini çəkir. Məhz Galatasarayın da bəlkə maraqlandığı futbolçular siyasına girməyi bacarır bəlkə də Hüseyin. 8 vericil oyun. Oy 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 oy. Oy 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 oy. Artıq sözüm yoxdur. Görəsən ikinci oyunu oynayaq, yoxsa oynamayaq? Məncə oynamayaq artıq. 21 dəqiqə olub. Yəni Galatasaray maçı bəsdir. Rəqib Çaykur Rizespor'dur. Yəni bu oyunu oynamasaq da olar. Bu oyunu gələn vaxta saxlayaq. Çaykur Rizespor'dan sonra Konyaspor'a qarşı oynayacağıq. Sonra isə Göztepe'ye, sonra Fenerbahçe'ye. Bak bu derbi möhtəşəm olacaq. İlk önce Çaykur Rizespor, sonra Göztepe, Çaykur Rizespor, Konyaspor, Göztepe və Fenerbahçe maçı gəlir, çıxdır uşaqlar. O zaman uşaqlar, sağ olun dostlar, özünüzə yaxşı baxın. Bu video buna qədər idi. Hüseyin möhtəşəm oyun performans edir. Möhtəşəm oynayır. 8 vericili oynayır Galatasaray'a qarşı. İlk əsas heyət oynadığı oyunda Hüseyin maçın adamı olur. Hətta gələk baxaq. Hüseyin neçə oyunda neçə gol və neçə asist eləyib. Hüseyin 3 gol, 3 asist, 5 oyuna 3 gol, 3 asist. Məncə muazzam bir performansı. 5 oyuna 6 veri eləyib Hüseyin. Neyse dostlar, sağ olun, sizə yaxşı baxın. Bu arada saç stilini heç göstərmədim sizə. Yadımdan çıxdı göstərmək. Baxın. Anı görünüm. Kafa. Hüseyin'in yeni saç stili budur. Əvvəlki saç stili biraz pis qalırdı. Lakin bu saç stili ilə çıxdı və Galatasaray muazzam bir plase gol atdı. Və maçın adamı oldu. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Əgər belə videoların, ifsi videolarını və belə videoların davamını gəlməyini istəyirsinizsə, xahiş edirəm kanalıma abunə olub, videolara da like atmayı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.